Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Növbəti sual-cavab verilişində hər birinizi xoş gördük. İnşallah bir neçə sual bizə gəlib. Onlara cavab verməyə çalışacağıq. İlk öncə təşəkkürlər gəlib ki, biz də hər birinizə təşəkkür edirik. Siz bizə duaçı olduğunuz kimi biz də sizə duaçıyıq. Bir yoldaş soruşur ki, salam Hacı, aleykəssalam. Mən zöhr namazını həyatda açıq səmada qıldım, dua edərkən göy üzündə açıq aydın Allah yazsın gördüm. Göz yaşları içərisində 2 rəkət şükür namazı qıldım, istəyirəm bu barədə danışasınız. Allah qəbul eləsin, Allah bizi həqiqi namaz qılanlardan qərar versin və namazın o əsl mənəvi halını hamımıza qismət eləsin. Bu sizin mənəviyyatınızla da bağlı ola bilər ki, göy üzündə Allah yazısı görmüsünüz. Bu, yəni sizin, belə deyək, mənəvi halınızdan xəbər verir və inşallah ki, bu halın davamiyyəti üçün, bu halın daha da sizdə artması üçün dua eləyin. Biz də dua eləyərik. Allah sizi qorusun, Allah bütün namazlarınızı qəbul eləsin. Amma hər halda bu cür şeyləri gərək biz nə görürüksə qeyri-adi, onu dilə gətirməyək, onu kiməsə deməyək. İndi siz düzdür burada sual verirsiniz ki, bu nədir belə? Bu, yəni hər bir insanın başına gələ bilər bu, belə bir məqamlar. Yenə də deyirəm ki, bu insanın mənəviyyatla, imanla da bağlı ola bilər, başqa şeylərlə də bağlı ola bilər. Hər halda biz dəqiq buradan deyə bilmərik ki, konkret nə ilə bağlıdır. Növbəti bir sual, yenə də təşəkkürlər gəlib. Hacı salam, aleykəssalam. Əgər bir adamın maddi yox, mənəvi haqqı varsa boynumda, qeybət, böhtan kimi o adamda dünyasını dəyişibsə, necə eləmək olar halallıq üçün? Mənəvi haqq alıbsa sizin boynunuzda, siz ona hər zaman dua eləyə bilərsiniz. Əgər o adam həyatda yoxdursa, onun üçün dua eləyə bilərsiniz. Yəni, hər vaxt yadınıza düşdü, onun ruhi üçün, bağışlanması üçün dua eləyin. Eyni zamanda da öz günahlarınızın bağışlanmasına dua eləyin. Bu qədər. Növbəti bir sual, əgər xums gününə bir ay qalmış, paltar almışam və geyinmişəm, pul paltara xums düşür, xeyr, düşmür. Yəni, xums günü gəlib çatana qədər siz nə alıb istifadə eləmişsinizsə, ona xums gəlmir, artıq nə qalıbsa ona gələcək, yəni ilin tamamında. Növbəti bir sual Qurban Bayramı haqqındadır. Qurban Bayramında hamı qoç quzu kəsir. Biz cəmiyyətdə olan bu qurban kəsməyi maddi, yox, mənəvi, necə mənəviləşdirə bilərik? Yəni, nəfsin başını kəs və haram işlərin başını kəs, yəni bu mənada. Bəli, yaxşı sualdır. Qurban Bayramının ilk öncə insan gərək mahiyyətinə diqqət edir ki, Qurban Bayramı təkcə qurbanlıq kəsmək bayramı deyil. Ki, hər kəs bunu bu cür qeyd eləyir, düzdür, qurban kəsmək qurban gününün ayinlərindən biridir. Bir neçə əməli var, biri də qurban kəsməkdir. Və qurbanlıq bayramı qardaşlıq, bərabərlik, birlik bayramıdır. Müsəlmanları, insanları bir araya gətirən, bərabərləşdirən bir dəyərdir. Bu öz yerində, amma onun mahiyyəti var. Onun mahiyyəti nədən ibarətdir? Fədakarlıqdan. Yəni, insan fədakar olmağa çalışmalıdır. Həyatında ən mühüm dəyərlərdən biri budur insanın. Və bir insan fədakar ola bilmirsə, o zirvəyə, inkişafa gedə bilməyəcək. Zirvəyə çatmaq üçün, inkişaf etmək üçün, mənəvi kamillik əldə etmək üçün mütləq insan öz sevdiklərindən keçməlidir. Eyni zamanda da qurbanlıq ayininin bizə bir mesajı var. O mesaj da bundan ibarətdir ki, bu ayinlə biz əslində haram istəkləri kəsmək, haram istəkləri özümüzdən uzaqlaşdırmaq. Bax, bu mənada. Necə ki, oruç tutmaq halaldan çəkinməkdir, amma əslində hədəf halaldan çəkinmək deyil. Allah bizi halaldan çəkindirməyib ki, haramdan çəkindirib.
Amma Allah bizi halaldan çəkindirməklə haramdan çəkindirməyə bir hazırlıq yaradır bizdə Ramazanın orucu ilə. Ona görə də məqsəd həmin o təqvadır, ilahi təqva, yəni haramdan çəkinmə. Burada da bu cür. Əgər qurbanlıq kəsilirsə, bu nə deməkdir? Bunun bir çox mənası var. Bir mənası da elə siz özünüz qeyd eləmişsiniz ki, həmin o haram istəklərin, arzuların, haram hədəflərin, məqsədlərin belə deyək, başının kəsilməsidir. İnsan onları özündən deməli uzaqlaşdırmağa çalışmalıdır. Növbəti bir sual. Hacı salam, əleyhissalam, mən nifas quslundan xəbərim olmayıb, deyirlər cənabət qusulu almısan, namazların düzdür. Cənabət qusulu almısansa, namazların düzdür. Ümumiyyətlə vacibi qusullar var, qadınlara aid də qusullar var, müştərək qusullar da var, məssi meyit kimi, cənabət qusulu kimi. Hər halda insan bir qusuluna, 2-3 niyyətlə bir qusul eləyə bilər. Yəni, belə bir məsələ var. Tutaq ki, birinin boynunda nifas və cənabət qusulu hər ikisi var və yaxud da məssi meyit qusulu da var, cənabət qusulu da var. 2 niyyət eləyib bir qusul ala bilər və bu kifayət eləyir. Hacı salam, əleyhissalam, zəhmət olmasa Qədirxum hadisəsi niyə görə 3 gün keçirilir? Vilayət məsələsinin daha da geniş yayılması üçün idi bu. Bəli, bildiyimiz kimi Qədirxum bayramı İslam aləmində ən mühüm və ən böyük bayramlardan biridir. Qədirxum bayramı əziz Peyğəmbərimizin Əli əleyhissalamı öz yerinə imam və rəhbər kimi təyin etməsi ilə bağlı olan bir hadisədir Qədirxum hadisəsi və bunu müsəlmanlar bayram kimi qeyd edirlər. Çünki Peyğəmbərimiz özündən sonra ümməti İslamı başsız buraxmadı və onu etibarlı əllərə tapşırdı. O da Həzrət Əli əleyhissalamdır. Bu Qədirxum adlı bir yerdə baş verib bu hadisə. Bilirik ki, Əli əleyhissalamın barəsində orada Peyğəmbərimiz uzun bir xutbə oxuduqdan sonra buyurub ki, məşhur cümləsi bundan ibarətdir. Mən kuntu mövla, fəhəzə aliyyum mövla. Mən kimin mövlasıyamsa, yəni ağa və rəhbəriyəmsə, Əli əleyhissalam da onun ağası və rəhbəridir. Bəli, bayramlar əsasən bir gün olur, amma Qədirxum bayramı 3 gün. Bu əsasən nəyə görədir? Çünki Peyğəmbərimiz Həzrət Əli əleyhissalamın mövlalığını elan edəndən sonra 3 gün orada cəmaatdan beyət alır Həzrət Əli əleyhissalam üçün. Kişilər gəlir Həzrət Əli əleyhissalamla əl verirlər, görüşürlər. Qadınlar üçün də bir təşt qoyulur, içərisində su. Bir tərəfdən qadınlar əllərini suya salır, bir tərəfdən də kişilər Əli əleyhissalam və bu cür qadınlar Həzrət Əli əleyhissalama beyət edirlər. Və yaxud da Həzrət Əli əleyhissalam əlini həmin o təştin içindəki suya salır və sonradan qadınlar da gəlirlər, əllərini o suya salıb gedirlər. Yəni, bu formada Həzrət Əli əleyhissalama xanımlar da beyətlərini bildirirlər və orada məşhur bir söz var ki, Həzrət Əli əleyhissalam üçün deyilib ki, bəxin, bəxin ləkə yəbnə Əbi Talib, əsbəhdə məvlay və məvla kulli müminin və müminə. Afərin olsun sənə, ey Əbu Talibin oğlu, sən mənim və bütün mömin və möminə, kişi və qadınların mövlası oldun. 3 gün bu davam edir, ona görə də Qədirxum bayramı 3 gün olur. Eyni zamanda da siz də düz qeyd edirsiniz ki, vilayət məsələsi dinimizdə çox əhəmiyyət kəsb eləyən bir məsələdir və vilayət qədər tövhiddən, nübüvvətdən sonra demək olar ki, ikinci bir məsələ yoxdur ki, dinimizdə bu qədər əhəmiyyət kəsb eləsin. Ona görə də daha geniş yayılması üçün tövsiyə olunur ki, bu bayram keçirilsin, özü də 3 gün ərzində. Növbəti bir sual, biz bir xeyir iş, bir iş görəndə, bir iş görəndə onu İmam Zaman zuhuruna hədiyyə edə bilərik. Xahiş edirəm bu cümlələri sual verəndə yaxşı yazın. Mən belə başa düşdüm ki, bir yaxşı iş görüb
İmam Zaman əleyhissalama hədiyyə etmək, bəli, onlar eybi yoxdur. İmam Zaman əleyhissalamın zuhuruna deyəndə ki, İmam Zaman əleyhissalamın özünə hədiyyə eləyirsən. Ümumiyyətlə, yaxşı bir iş görüb, hansısa bir məsum imama hədiyyə etməyin eybi yoxdur. Və yaxud da sədəqə verirsən İmam Zaman əleyhissalamın salamatçılığı üçün. Bir iş görürsən İmam Zaman əleyhissalama hədiyyə olaraq. Bunun heç bir eybi yoxdur və bu da bir vasitədir. İnsan İmam Zaman əleyhissalamla bir ünsiyyət qursun və İmam Zaman əleyhissalamı xatırlasın. Qəza namazım çoxdur. Namazda qunut deməsəm, bir də təsbihat-ı ərbəni bir dəfə desəm olar. Bəli, olar, heç bir eybi yoxdur. Ümumiyyətlə, qunut müstəhəbbidir. Təsbihat-ı ərbəyə də 3-cü və 4-cü rəkətlərdə düzdür, adətən 3 dəfə deyilir, amma bəzi alimlər bir dəfəni də kifayət bilirlər və qəza namazlarını adətən qılan şəxslər tez qılsınlar deyə bəzi o müstəhəbb olan şeyləri oradan çıxırlar və tutaq ki, məsələn, bir dəfənlə də kifayətlənmək olarsa hansısa bir zikri, bəli, o cür deməyin heç bir eybi yoxdur. Müstəhəbləri də çıxmağın heç bir eybi yoxdur. Salam, ələykəssalam, zəhmət olmasa deyərdiniz, təlaq mütləq ərəbcə deyilməlidir. Bəli, əgər ayrılıq zamanı təlaq oxunursa, o da ərəbcə, yəni səhih formada, düzgün ərəbcə deyilməlidir. Əqd zamanı, yəni bizim dilimiz desək, kəbin kəsdirəndə, orada da ərəbcə əqd oxunmalıdır. Təlaqın da siğəsi, belə deyirlər, təlaq siğəsi, yəni təlaqın o cümləsi, yenə də ayrılanda ərəbcə oxunmalıdır. Məsələn, kişi öz xanımına, indi başqa şərtlər də var, təbii ki, 2 nəfər ədalətli şəxs olmalıdır, mömin insan, xanım pak halda olmalıdır, eyni zamanda da ərəbcə səhih formada deyilməlidir, ənti taliq, taliq kəlməsi ilə, yəni sən azadsan. Və başqa dediyim kimi də bəzi şərtlər var ki, onlar da öz yerində. Amma bəli, ərəbcə oxunmalıdır. Növbəti bir sual, tövbə və inabənin fərqi nədir? Tövbə və inabə əsasən Quran-ı Kərimdə gələn ifadələrdir və biz adətən tövbə sözünə öyrəşmişik. Məsələn, filan kəs tövbə etdi, filan elədi. Bəli, amma inabə sözünü biz adətən işlətmirik. Amma Quran-ı Kərimdə gəlib bu söz elə tövbə mənasındadır. Məsələn, Quran-ı Kərimdə buyurur ki, وَأَنِيبُوا إِلَى رَبِّكُمْ İnabə edin Rəbbinizə sarı. Və yaxud da başqa yerlərdə buyurur ki, munibinə, inabə edənlər. Belə bir ifadə də var Quran-ı Kərimdə. Bir neçə dəfə bu söz işlənib, elə tövbə mənasında. Tövbə, inabə demək olar ki, tövbə etmək və Allaha sarı qayıtmaq nəzərdə tutulur. Amma bəzi bir neçə fərqləndirmələr də var. Tövbə günahdan itaətə qayıtmaqdır. Bəziləri də buyururlar, inabə qəflətdən zikrə qayıtmaqdır. Bəziləri belə buyururlar ki, tövbə günahdan peşman olub qayıtmaqdır. İnabə isə Allaha sarı ibadət etməkdir. Allaha sarı ibadətlə getməkdir, itaətlə getməkdir. Çünki bəziləri məsələn tövbə eləyir, yəni günahdan peşman olur, qayıdır, amma ibadət eləmir. Bəziləri buyururlar, tövbə insanın zahiri günahlardan çəkinməsinə, etdiyi günahlara görə qəlbən peşman olub, zahirdə də o günahlardan çəkinməsinə deyir. Amma inabə insanın batinən, ruhan Allaha sarı diqqət etməsinə, Allaha sarı yönəlməsinə deyirlər. Yəni, bir neçə belə fərqləndirmə var. Adətən belə də buyururlar ki, insanın günahdan itaətə gəlməsinin səbəbi əgər qorxudursa, bu tövbədir. Yoxsa şövq və sevgidirsə, rəğbətdirsə, bu inabədir. Yəni, bu cür fərqləndirmələr var. İnabə deyirlər, qəlbən insanın Allaha sarı üst tutmasıdır, amma tövbə sadəcə günahdan qayıdıb itaət etməkdir. Bax, bu cür fərqlər deyilir, amma hər halda demək olar ki, bunların ikisi də eyni mənadadır və Allah hər birinə tövbə və inabə etməyi qismət eləsin. Sonuncu sual, salam Hacı əleyhissalam, zəhmət olmasa, üns nə deməkdir? Üns
elə demək olar ki, bizdə də işlənən bir sözdür. Ünsiyyət, mənus olmaq, nə ilənsə ünsiyyət tapmaq, bu deməkdir. Yəni, insanın, məsələn, bir başqalarla ünsiyyət qurması və yaxud da ünsiyyət qaydaları, insanın Allahla ünsiyyəti, məsələn, namaz, insanın Allahla ünsiyyət qurmasıdır, əlaqə qurmasıdır və yaxud da başqalarla ünsiyyətdə olmaq, rabitə qurmaq. Üns bu deməkdir, mənus olmaq ki, hətta dualarda var ki, Allah barəsində buyururlar, Ya nurəl mustavhişinə fiz-zuləm, ey zülmətlərdə qorxan insanlara nur olan və yaxud da buyurur, ey zülmətlərdə qorxan insanlara munis, həmdəm, ünsiyyətdə olan, bircə olan. Yəni, Allahla bağlı da dualarda və münacatlarda bu söz işlənir. Allah Teala hər birimizi inşallah dünya və axirət Peyğəmbər və Əhl-i Beytindən ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.